Sevinç xanım, əgər bacarsaydı çoxdan edərdi və mən sizə deyim ki, doğrudan da yəni Ağ Evdə Amerika siyasəti çox böyük bir rüsvayçılıqla baş-başa qaldı və bu rüsvayçılıq da mən sizə deyim ki, Amerikanın hazırki administrasiyasının, komandasının nüfuzuna çox böyük zərbə oldu və bu zərbə hələ uzun illər, bəlkə də tarix boyunca unudulmayacaq. Mən burada Zelenski pərəstişkarı kimi yox ha. Yəni reallıq hamımızın gözünün qabağında olmuş mənzərəni sadəcə olaraq yəni öz fikrimi bildirirəm və mən onu da deyim ki, siz indi çox maraqlı bir mənzərədir Sevinç xanım. Bilmirəm, qüsurlu müqayisədir ya bəlkə də yerində olan müqayisədir. İndi düşüblər Zelenskini danışıqlar prosesində, yəni belə sındıra bilmədiklərinə görə bir belə deyək, daha yumşağı, daha belə deyək, bunların sözünə oturub duranı nə bilim Yuliya Timoşenko'ydu, Pyotr Poroshenko'ydu, indi kimisə Zaluzhn'ı dediniz. Mən inanmıram. Ukrayna xalqı, yəni onların hər üçünü yəni görüb. Düzdür, onların arasında yeganə, yəni belə real namizəd kimi Zaluzhn idi. Siz bilirsiniz ki, Zaluzhn'ın dönəmində Ukrayna Silahlı Qüvvələri çox böyük, yəni Rusiyaya çox böyük zərbələr vurub, Rusiya ordusunu demək olar ki, rüsvay eləyib. İndi çox maraqlıdır ki, həmin Putin Zaluzhn'ın adını çəkir. Mən də o fikirlərə razıyam ki, sənin orduva sarsıdıcı zərbə vuran, yaşca, başca səndən belə deyək, axı sən belə özünü dahi siyasətçi sayırsan. Normal eşidilir də yəqin, hə, Sevinç xanım? Bəli, eşidirəm. Deməli, Zaluzhn'ın adını çəkir və Zaluzhn'ını belə deyək də Ukrayna rəhbərliyində görmək istədiyi, yəni şəxslərdən biri kimi təqdim edir. Yəni bu dilinə gətir. Yəni bunun üçün hər hansı bir dəyər yoxdur, Sevinç xanım. Biz təəccüblənməməliyik. Çünki artıq bizi yəni nəyinəsə təəccübləndirəcək bir Rusiya hakimiyyətində kimsə yoxdur. Baxın, bugün Trump Zelenskini devirmək istəyir. Putin də Paşinyanı devirmək istəyirdi. İllər öncə deyən yerdə xeyli müddətdir də Rusiya rəhbərliyi Paşinyanın o kaprizlarına rəğmən biz bunların sisan-pişik oynadıqlarını da gördük. Nə bilim, müşavirələrdə bir-birinin sözün kəsməyini də gördük. Biz bəzən bu böyük dövlətləri elə təqdim edir. İndi bunların nüvə silahı vardı ya, biz onlara çalışırıq ki, belə deyək, biri deyir ayını nə bilim əsəbləşdirmək olmaz, qıcıqlandırmaq olmaz. Biri deyir nə bilim Trump'ın çox xətrinə dəymək olmaz. Valla heç kim onların xətrinə dəymir. Onlar özləri öz xətirlərinə dəyirlər hərəkətləri ilə, qərarları ilə, nə bilim yanaşmaları ilə. Ona nə Sevinç Telman qızı, nə mən, nə digər dostlar, əgər onlar doğru düzgün siyasət aparsalar, doğru düzgün yanaşma həyata keçirsələr, valla mən də onu alqışlayaram.